Levən Xabeyişvili, Quram Roqova və etirazçı Zviyada Maysəşvilinə qarşı zorakılıq faktı ilə bağlı saxlanılan 5 nəfərə bugün rəsmi ittiham irəli sürüləcək. Saxlanılan şəxslərdən 4-ü Xüsusi Təyinatlar Departamentinin keçmiş əməkdaşıdır. Onlardan biri indiyədək mühafizə polisində, digəri isə Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələrindən birinin rəhbəri vəzifəsində çalışırdı. Departamentin daha bir əməkdaşı isə Quram Roqovaya qarşı zorakılıq və jurnalist fəaliyyətinə mane olmaq ittihamı ilə saxlanılıb. Təqsirləri sübuta yetirilərsə, onları 5 ildən 8 ilə qədər həbs cəzası gözləyir. Müxalifət nümayəndələri bildirirlər ki, bu şəxslərin saxlanılması kifayət deyil, çünki onlar yalnız icraçılar olublar, sifariş verən şəxslər isə hələ də məsuliyyətə cəlb edilməyib. Gürcüstan demoqrafik dayanıqlılıq məsələlərinə həsr olunan beynəlxalq nazirlər toplantısında iştirak edib. Şimali Makedoniyada keçirilən tədbirə Səhiyyə naziri qatılıb. Toplantı iştirakçılarına Avropa Şurasının baş katibi Alain Berset müraciət edib. Əsas müzakirə mövzusu demoqrafik dəyişikliklər fonunda dayanıqlı və insan yönümlü siyasətin gücləndirilməsi olub. Mikhail Saryolazepanil müzakirəsində Gürcüstanın bu sahədəki təcrübəsi və həyata keçirilən islahatlar barədə danışıb. Konfrans çərçivəsində aşağı doğum səviyyəsi, əhalinin yaşlanması, miqrasiya, əmək bazarındakı dəyişikliklər və gənclərin inkişafının təşviqi məsələləri də müzakirə olunub. Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması, saxlamağa cəhd və satışına yardım göstərilməsi ittihamı ilə Acara və Quriya Polis Departamentinin əməkdaşları 9 nəfəri saxlayıb. Onların arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Şəxsi axtarışlar, yaşayış evləri və avtomobillərdə aparılan yoxlamalar nəticəsində 140 bağlama, metadon, mefedron və alfa PVP aşkarlanaraq götürülüb. Cinayət 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur. İsrailin düşmənləri üçün toxunulmazlıq yoxdur. Bunu Benyamin Netanyahu bildirib. Onun sözlərinə görə İsrail ordusu Beyrutun cənub ətrafında Radvan qüvvələrinin komandirlərindən birini zərərsizləşdirib. Netanyahu qeyd edib ki, son bir ay ərzində İsrail Hizbullahın 200-dən çox üzvünü məhv edib. İsrail tərəfinin məlumatına görə Beyruta endirilən zərbə nəticəsində Radvan qüvvələrinin komandiri Ahmet Ali Balouti öldürülüb. Bu İsrailin Livanla atəşkəs razılaşmasının elanından sonra Beyruta endirdiyi ilk zərbə olub. ABŞ prezidenti Donald Trump Ağ Evdə Braziliya prezidenti Luiz Inácio Lula da Silva ilə görüşüb. Təxminən 3 saat davam edən müzakirələrdə bir sıra məsələlər, o cümlədən tarif siyasəti müzakirə olunub. Donald Trump sosial şəbəkədə paylaşım edərək ki, görüşü məhsuldar adlandırıb. Öz növbəsində Lula da Silva da görüşdən məmnun qaldığını bildirib. Braziliya prezidenti mətbuat konfransında qeyd edib ki, İranda müharibə ABŞ prezidentinin düşündüyündən daha ciddi nəticələrə səbəb ola bilər. Bəzi ölkələrin nümayəndələri Moskvadakı paradda iştirak etmək istəyirlər. Bu qəribə istəkdir və biz bunu tövsiyə etmirik deyə Vladimir Zelenski bildirib. Onun sözlərinə görə Ukrayna Rusiyaya dəfələrlə, o cümlədən 6 may tarixindən etibarən atəşkəs təklif edib. Zelenski qeyd edib ki, Rusiya hazırda paradın təhlükəsiz keçirilməsini çalışır, lakin bundan sonra yenidən hərbi əməliyyatları davam etdirəcək. Ukrayna prezidentinin sözlərinə görə Rusiya artıq 9 maydan sonraki mümkün hücumlarla bağlı da danışır. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, kruiz gəmisində hantavirusun yayılması pandemiyanın başlaması anlamına gəlmir. Təşkilatın məlumatına görə bu virus COVID-dən fərqlənir və yalnız yaxın intim təmas yolu ilə yayılır. Bildirilir ki, gəmidə ilkin olaraq 28 ölkədən təxminən 150 sərnişin və ekipaj üzvü olub. Hazırda kruiz gəmisində olmuş şəxslərin müəyyənləşdirilməsi və nəzarətə götürülməsi prosesi davam edir. Gürcüstanın Daxili İşlər naziri Türkiyənin səfiri ilə görüş keçirib. Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini vurğulayıb, həmçinin təcrübə və ən yaxşı praktikanın paylaşılmasının vacibliyini qeyd ediblər. Görüşdə polis əməkdaşlığının əhəmiyyətindən danışılıb. Xüsusilə cinayətkarlığa bağlı məlumatların fasiləsiz mübadiləsi və işgüzar səfərlərin müntəzəm təşkili məsələlərinə diqqət yetirilib.
Gürcüstan sərhəd polisi dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə 4 nəfəri saxlayıb. Aparılan əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər sərhəd keçid məntəqəsindən yan keçərək yük maşınında gizlənməklə və piyada şəkildə Gürcüstan-Türkiyə dövlət sərhədini qanunsuz keçərək ölkəyə daxil olublar. Faktla bağlı cinayət işi başlanıb. Onları 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.